Herkese salam. Bu videoda size ilk hissə en az 2 gol olacağı oyunlarda dəyərləndirə biləcəyiniz əmsalları deyəcəm. %100 əminliklə deyə bilmərəm gələcək, amma bu əmsallarda son 9 gündə 11 qarşılaşma olub və 11 qarşılaşmanın 11-i də ilk hissədə ən azı 2 gol olub. Əmsallarımız ümumi gol aralığı 4-6-da 2.31, 2.36 və 2.37-dir. Yəqin ki, özünüzdə görürsünüz nəticələri. 10 oyun 2-5 üst, 9 oyun isə gol-gol ilə yekunlaşıb. Xatırlatma edim ki, sadəcə oyun başladırdan 3-5 dəqiqə sonra açırsınız Maçkolik saytın və ümumi gol aralığı 4-6-da 2.31, 2.36 və 2.37 əmsalların gördüyünüzdə ilk hissə 2 gol olacağını seçə bilərsiniz. İndi sizə Maçkolik saytında necə girə bilərsiniz onu göstərim. Axtarış yerinə maçkolik.com yazırıq və belə bir pəncərə açılır. Buradan iddia bölməsində geniş iddia proqramına klik edirik və yeni pəncərədə belə bir arayüz açılır. Burada indi növbəti saatlarda başlayacaq oyunları göstərir. Biz buradan sadəcə oynanmamış maçları göstər yazısındakı tıkı qaldırırıq ki, hal-hazırda oynanan oyunları yekunlaşmış oyunlarda listələsin. Dediyim əmsalları ancaq ən sağda toplam gol 4-6 yazısının altında axtarırıq. Test üçün baxaq, həmin əmsallardan bugünkü oyunlarda varmı? Klaviatradan F3 basırıq və axtarış paneli açılır. Əmsallarımız nə idi? 2,31. Bu əmsalda oyun yoxdur. Digər əmsal yazaq. Bu əmsalda da oyun yoxdur. Digərin yazaq. Baxın, bizim saatla 22:45-də başlayan Kuzey İrlanda və Malta U21 oyununda var. Bir şeyi də nəzərə alın ki, əmsallar hər an dəyişir. Oyun başlamadan mərc etməyinizi məsləhət görmürəm. Oyun başladırdan 3-5 dəqiqə sonra Maçkoliki, yəni bu saytı açırıq və dediyim əmsal həmin oyunda varsa, ilk hissə 2 gol olacağın, daha az risk üçün 1 gol olacağını yaza bilərsiniz. Niyə 3-5 dəqiqə sonra baxın deyirəm? Çünki oyun başladırdan sonra əmsallar artıq dəyişmir və həmin əmsallar bağlanış əmsalları sayılır. İndi isə mənlik bu qədər. Yadınızda saxlayın. Təsadüfə yox, analizə inanın. Videoya sonuna qədər baxdığınız üçün təşəkkürlər. Kanala abunə olub bəyənməyi unutmayın. Hələlik.